Azərbaycanı idarə edən ideoloji bir qurum var. Bu qurumun adı açıqlanmır. Yəni belə bir qurum var Azərbaycanda. İlham Əliyevin yanında fəaliyyət göstərir. Daha əvvəl Heydər Əliyevin dövründə yaradılıb bu qurum. Və hal-hazırda İlham Əliyevin yanında fəaliyyət göstərir. Və bu qurum əvvəlcə onun qurum haqqında məlumat verim ki, bu qurumun əsas məsələsi odur ki, Azərbaycanda ideoloji məsələləri həll eləsin. Azərbaycanın daxilindəki və burada dünya səviyyəli yazıçı, yəni mən hansısa əsər yazısından söhbət eləmirəm, Harari kimi elmi yazıçılardan danışıram və alimlərin məsləhətlərini alırlar, yəni pulla alırlar və yaxud Azərbaycana dəvət edirlər. Hətta özləri gedib xaricdə görüşürlər. Onların bütün məsləhətlərini, suallarını verirlər, bu barədə araşdırmalar aparırlar. Həmçinin bu insanların Azərbaycandakı və dünyanın müxtəlif yerindəki arxivlər barədə çox ciddi məlumatları var. Yəni Azərbaycanda birisi arxivlərə girmək çətin məsələdir. Ya Altay Göyüşü kimi satılmış bir adam olmalısan, Cəmil Həsəni kimi satılmış bir adam olmalısan ki, girə biləsən. Onda da müəyyən şərtlər qoyurlar sənə, nəyə aça bilərsən, nəyə aça bilməzsən. Təbii ki, çox şeyin ortaya çıxmasına imkan vermirlər. Elə arxivlər var ki, ümumiyyətlə ora buraxılmır heç kim, amma bu qurumun ora girmə imkanı var. Və bu qurum başa düşür ki, Azərbaycandakı yeganə güc, əsas güc Talışlardır. Çünki arxivlərdə hətta bu günə qədər mənim və digərlərinin çata bilməyəcəyi bəzi məlumatlar var ki, onlar bilirlər. Və mən nəyə görə belə düşünürəm? Çünki bizim çatdığımız məlumatlar arxivlərdə heç də yəni tam görünmür. Yəni biz icebergin üzdə olan tərəfini görürük, altını görə bilmirik. Tam içəri gedə bilmirik nə baş verdiyi ilə bağlı. Bəzi məlumatların xülasələrini görə bilirik hansısa məqalələrdən, hansısa bir fraqmentik hadisələrdən, amma onun içərisinə gedə bilmirik. Məsəl üçün göstərilir ki, hansısa Talış ziyalısı öldürüldü, amma bu Talış ziyalısının adına baxsan heç bizim dövrə kimi gəlib çıxmayıb, amma onun haqqında iri bir dosya hazırlanıb. Hansı ki, bu dosya ancaq belə iri çaplı insanlar haqqında hazırlanıb. Amma bilmirik bu adam kimdir və arxivlərdə də o məlumatlar buraxılmır. Dediyim nədən ibarətdir? Bizə əsas imkan verilməyən odur ki, bizim bu tarixdə bu körpü qırılıb, köhnə nəsillə yeni nəsil arasında bir qırılma var, ciddi bir qırılma var. Və bizə imkan vermirlər ki, biz bu körpünü bərpa eləyək və əhali arasında psixoloji bir məsələ yaradaq.